Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Fez Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. İkinci Dünya Müharibəsində baş vermiş çox önəmli bir hadisənin izahını sizlərə təqdim edəcəm, hansı ki, düşmə ehtimalı yüksəkdir. Dünya müharibəsində ikinci cəbhənin açılması və Almaniyanın iki cəbhə arasında, yəni şərq və qərb arasında qalması. Baxın, 1944-cü il 6 iyun tarixində ABŞ generalı Eisenhower komandanlığı altında müttəfiqlər Şimali Fransaya, yəni Normandiyaya qoşun çıxarır. Müttəfiqlər kimdir? Söhbət İngiltərədən və Fransadan gedir. Bəli, fransızlar Charles de Gaulle'un başçılığı ilə Avropada ikinci cəbhəni açırlar. Və bunun açılması ilə Almaniya iki cəbhə arasında müharibə aparmalı olur və müttəfiqlər həmin ilin sonuna kimi bütün Fransa və Belçikanın çox hissəsini demək olar ki, düşməndən azad edirlər. Və bu dövrdə SSR arası düşməndən tamamilə azad edildi və Sovet qoşunları Şərqi Avropaya daxil oldu. İzahın davamı üçün rəy bölməsində üstəgəl yazmağınız kifayətdir. Uğurlar!